Elə bil ki yatmışam, başqa yerdə oyanmışam. Buralar gül çiçəkdi, ətirə boyanmışam. Hər kəs mənimlə gülür, fəxirlə dayanmışam. Sən demə mən əzəldən belə qəhrəmanmışam. Elə bil ki yatmışam, başqa yerdə oyanmışam. Buralar gül çiçəkdi, ətirə boyanmışam. Hər kəs mənimlə gülür, fəxirlə dayanmışam. Sən demə mən əzəldən belə qəhrəmanmışam. Atamın ürək sözlü qalıb, mən onu görməliyəm. Anam gözü nəmli qalıb, göz yaşın silməliyəm. Yarım kədər qəmli qalıb, üzünü güldürməliyəm. Ağlamasın, deyin ona ağlamasın, mən rahatam. Atamın ürək sözlü qalıb, mən onu görməliyəm. Anam gözü nəmli qalıb, göz yaşın silməliyəm. Yarım kədər qəmli qalıb, üzünü güldürməliyəm. Ağlamasın, deyin ona ağlamasın, mən rahatam. Yarıma söyləməli nə qədər sözüm qalıb. Bilirəm çox darıxırsan, yolunda gözün qalıb. Ürəyin parçalanıb, qəlbində közüm qalıb. İndi mən hər ürəkdə əbədi var olmuşam. Qiyamət günlərində sübut edir. Birinci, Həzrəti Adəmi dünyaya gətirməklə nə atası var idi, nə anası var idi. İkinci də Həzrəti İsa əleyhisselamı atasız anadan dünyaya gətirməsini bəşəriyyətə sübut elədi ki, bəşəriyyətdə ən gözəl izi qoyan mənəm, bu məktəbi yaradan mənəm. Biz Allahı görürük, biz Allahı eşitmirik, Allah bizi görür, Allah bizi eşidir. Bəs biz Allahı necə görək, bəs biz Allahı necə eşidək, biz Allahı necə çataq? Zaman zaman Peyğəmbərlər Allah biz zaman biz olmamışıq, bugün varıq. Amma bu günlərin biz varıq, sabah olmayacaq. Sabaha bu şəhidləri ötürən insan fəlsəfəsi ilə, məntiqi ilə bizik. Əslində Allah yaşadır. Amma biz yer üzərində varıqsa, biz bunlara yaşatmalıyıq. Biz bunlara yaşatmaqla bu günlərin burada neçə nəfər təşkilatçılar var. Elə biri başda Nailə xanımın özüdür. Nailə xanımı daha yaxından tanıdığım üçün mənə zəng vuranda deyirdi ki, düzdür, şəhid Ağacavanın adına bu məclis qurulur. Amma əslində mən həmişə verilməmişəm. Bütün şəhidləri orada anmışam. O da onun böyük ürəyə sahib olmasıdır. O da onun böyük şəxsiyyət kimi bir Ağacavadı böyük şəxsiyyət kimi formalaşmasında bir böyük bir insan olmasıdır. Təşəkkür edirəm ki, onları zaman bilirəm, orta məktəblərimizdə o zaman hər dərsliklərdə mütləq aşılanır. Amma xüsusi belə məclislərdə, tədbirdə olması böyük bir anşlığa layiqdir ki, və belə bir məclislərdə, hətta mən şəhidlər xiyabanına girəndə də görürəm, tanımasam da, hansı məktəbin şagirdləri olsa da, onları tanımasam da, amma həqiqətən kənarda dayanıram, onlara izləyirəm, baxıram, mənə çox ləzzət edir ki, həqiqətən onları bu ruhiyyədə böyüdürlər və o cümlədən sözümün sonu bu olsun ki, bax bu tədbirin təşkilatçıları da həmçinin də, mən bir adları sadalamayım, onlara da eşq olsun ki, bilirəm ki, nəinki bu tədbirlərdə, nəinki bu Məşdaqa kəndində, bütün yerlərdə o şəhidləri aşılamağı, sizi, bizi bura yığıb, biz də o məclisdə, o tədbirdə iştirak etməyə bizə dəvət edirlər ki, biz də sabahların bir insan önündə, Allah önündə, sabah qiyamətdə şəhidlərin önündə diyananda heç olmaya xəcalət çəkməyək ki, biz sizin tədbirinizdə olmuşuq. Allah bir daha bütün şəhidlərimizi də onu şad eləsin və analarımızı yerin göyün bəlasını hifz eləsin. Bütün analar, bütün atalar, o şəhidlərin yaxınlarının Allah yerin göyün bəlasından qorusun, Allah sizləri hifz eləsin. Çox sağ olun, var olun. Teşekkür ederim, değerli İlhan Yoksa, Nazır Ahmet Erdem, var olun.